Dünən bir vəkil qoşulub mənim canlı yayımıma. Deyirəm ki, Azərbaycanda bu cür məhkəmə hakimiyyətinin özbaşınalığa yol verməsi, ümumiyyətlə məhkəmə hakimiyyətsizliyinin açıq aydın təzahürünün qayəsində, təməlində siz vəkillər dayanırsınız. Niyə? Əsaslandırın. Fikrimi əsaslandırım ki, niyə? Çünki vəkil vəzifəli şəxs deyil, vəkil məmur deyil. Vəkil Vəkillər Kollegiyasının sədri Anar Bağırovun da dediyi kimi vətəndaşa yaxın olan ilk və yeganə şəxsdir. Anar Bağırovun fotosunu efirə ver. İlk və yeganə şəxsdir. Anar Bağırovun sözüdür, bax bu. Anar Bağırovun sözüdür. Yəni, Azərbaycan vətəndaşı, Azərbaycan insanı dara düşəndə, hüquqsuzluğa düçar olanda, qanunsuzluqla üzləşəndə kimə gedir sığınır? Kimə gedib sığınmalıdır? Hakimə gedib sığınmır ki, ilk növbədə birinci. Polisə gedib sığınmır ki, ilk növbədə birinci. Öz hüquq və mənafeyinin qorunması məqsədi ilə gedir vəkilə üst tutur ki, ona keyfiyyətli, peşəkar, vicdanlı, hüquqi yardım göstərsin. Bu sahədə də Azərbaycan insanının, bu bədbəxt Azərbaycan vətəndaşının bəxti gətirməyib. Gətirməyib bəxti. Ki, insan gedir ki, bir vəkilin yanına, onun haqqını, hüququnu, mənafeyini ödənişli əsaslarla qorusun, müdafiə eləsin. Dəhşətli olan odur ki, bu sahədə də Azərbaycan insanının bəxti gətirmir. Və polislər məhkəmədə aldandığından daha çox aldanır. Daha çox hüquqsuzluğa və qanunsuzluğa məruz qalır. Özbaşınalığa məruz qalır. Süründürməsiliyə məruz qalır. Əgər bir Azərbaycan vəkili ki, özünü sistemin nümayəndələri ilə eyni cərgəyə qoyursa, onda biz hansı Azərbaycan vəkilliyindən danışaq? Hansı keyfiyyətli və peşəkar, vicdanlı hüquqi yardımdan danışaq? Ey Anar Bağırov, bax mən sənə buradan sual verirəm. Sənin sayəndə, sənin baiskarlığın nəticəsində Azərbaycan vəkilliyinin düşdüyü vəziyyət bax bundan ibarətdir, bax budur. Dəfələrlə məni məcbur edirsiniz ki, mən çıxam bax burada Azərbaycan vəkilliyinin düşdüyü bugünkü bu vəziyyəti tənqid edəm. Siz demisiniz də, Azərbaycan Vəkili jurnalında mən oxumuşam sizin müsahibənizi. Siz demisiniz də, bax bu haqda ki, vəkil məmurla, nazirlə, polislə, prokurorla, hakimlə müqayisədə vətəndaşa yaxın olan ilk və yeganə şəxsdir. Düz deyirsiniz, formal olaraq bu belədir. Amma əyani olaraq bu belə deyil, inciməyin. Görünən dağa nə bələdçi? Hər şey mən olduğu kimi deyirəm, hər şey faktlarla olduğu kimi sizin diqqətinizə və nəzərinizə çatdırıram. Mən arzu edərdim ki, bugün Azərbaycan vəkilliyi elə bir yüksək inkişaf mərhələsində olsun ki, inkişafdan da ziyadə elə bir müstəqillik əldə eləsin ki, həqiqətən də Azərbaycan insanında, Azərbaycan vətəndaşının da inamı, etimadı olsun ki, bəli, nə vaxtsa artıq Azərbaycanda bütün bu hüquqi məsələlərə dair problemlər öz həllini tapacaq, məhkəmə hakimiyyəti də müstəqil olacaq. Polisdə, prokurorluqda da heç bir təzyiqlə, qanunsuz hallarla vətəndaşlar üzləşməyəcəklər. Ki, üzləşsələr də belə, bunu aradan qaldırmağın mexanizmləri olacaq. Amma bu belə deyil. Azərbaycan insanı ümidini itirib. Bugün Azərbaycan vətəndaşının başına hansısa bir özbaşınalıq, hansısa bir haqsızlıq gələndə o mübarizə aparmaq belə istəmir. Bunun iki səbəbi var. Birinci növbədə o qorxur, çəkinir. Qorxu onun içində, daxilində, ruhunda tirana çevrilib. İkinci növbədə onun ümidi yoxdur, inamı yoxdur. İnam isə ən böyük məsələdir. Bir dövlət orqanına ki, inam sarsıldı, etimad sarsıldı, artıq bu hüquqi nihilizmdir. Artıq bu hər şeyin xaosa çevrilməsidir. Bu çöküşdür. Bu çöküşün başlanğıcıdır. Bu biabırçılıqdır. Amma heç bir məmur, heç bir vəzifəli şəxs və eyni zamanda da Azərbaycan vəkili, Vəkillər Kollegiyası bundan nəticə çıxarmır. Dediyim hər bir şeyin əlbəttə ki, bir faktiyoloji əsası var. Heç nə əsassız deyil, heç nə yalan deyil, heç nə burada boşuna deyilmir və heç kimə qarşı da burada qərəzli münasibət ifadə edilmir, edilməyib və bundan sonra da heç vaxt edilməyəcək.